Salamlar, hər birinizə xoş gördük. Bugün sizlə bir yerdə gördüyünüz kitabdan MHM Tədris Mərkəzinin yeni nəşr etdiyi riyaziyyat məsələləri toplusundan mütəssim müəllimlər üçün, həm sertifikasiya, həm MÜQ imtahanına hazırlaşan müəllimlər üçün buradan mövzuların tək-tək tapşırıqlarının izahlarına baxırıq. Gəlin, davam edirik. Ədədi orta mövzusunda qalmışdıq. Kanalımda imtahana qədər, həm sertifikasiya imtahanına, həm də MÜQ imtahanına qədər bütün mövzuların izahları yerləşdiriləcək. Deməli, ədədi orta mövzusuna baxırıq. Ədədi orta mövzusunu izah etməzdən öncə istərdim ki, bir neçə qaydaya sizinlə bir yerdə baxaq. Burada məsələ nədən ibarətdir? 2 dəqiqə. Deməli, bu arada videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Deməli, ədədi ortanın mövzunu izah etməzdən öncə istəyirəm ki, bir neçə qaydanı nəzərinizə çatdırım. Əgər biz ədədi ortanı tapmaq istəyiriksə, deməli, ədədi orta. Ədədi orta istənilən bir şey ola bilər. Orta temperatur ola bilər, orta dərəcə ola bilər, orta sürət ola bilər və s. Orta qiymət ola bilər. Bunların hər birini tapmaq üçün həmin ədədlərin cəmini həmin ədədlərin sayına bölmək lazımdır. Və əlavə olaraq biz ədədlərin cəmini də tapa bilərik. Əgər ədədlərin cəmini tapmaq istəyiriksə, çarpaz olaraq ədədi ortanı vurmalıyıq ədədlərin sayını. Bu iki qaydadan istifadə edərək tapşırıqların hər birinə baxacaq. Deməli, ədədi orta. Verilmiş ədədlərin ədədi ortasını tapmaq istəyiriksə, toplayıb bölürük sayına. 4 üstə gələ 7 üstə gələ 14 üstə gələ 3. Toplayırıq. Deməli, bölürük 4-ə. O da bərabər olur 10, 28. 28, deməli, cəm verir 28. 28-i də 4-ə bölürük, olur 7. Ədədi orta bərabər olur 7-yə. Sonra davam edirik 352-ci tapşırıqdan. Verilmiş ədədlərin ədədi ortasını tapın deyir bizə. Bu arada videonu müəllim yoldaşlarınızla, bu ilmiqə hazırlaşan yoldaşlarınızla da paylaşa bilərsiniz. Deməli, verilmiş ədədlərin ədədi ortasını toplayıb soruşur. Birinci biz 2003, 2005, 2007, 2009, 2011 hər birini toplamalıyıq. Mən hamısını tək-tək yazmıram. Deməli, hər birini topladıqda bizə verir 10.035. Topladıqda verir 10.035. 5 dənə ədəd olduğu üçün bölürəm sayını. Yəni, ədədlərin cəmi eləyir 10.035. Sayı verir 5 dənə. 10.035-i də 5-ə böldükdə olur 2007. Deməli, verilmiş ədədlərin ədədi ortası bərabər oldu 2007-yə. Bu ədədlərin ədədi ortasını bizdən soruşur. 25, deməli 25, 29, sonra 31, sonra 37, bir də 43. Bunların hər birinin cəmini bizdən soruşur. Topladıqda deməli olur 165. 165-i də bölürük 1, 2, 3, 4, 5 dənə ədəd bölürük 5-ə bərabər olur. Deməli 33, yəni ədədi orta olur 33. İki ardıcıl tək ədədin ədədi ortası. Biz öyrənmişdik ki, iki ardıcıl tək ədədi necə qeyd edirik? Əvvəlki mövzuda öyrənmişdik. Ardıcıl tək ədədlərin biri olsun 2n plus 1, o birisi olsun 2n plus 3. İndi bizə deyir ki, bu ədədlərin deyir cəmi ədədi ortası, yəni cəminə bölürük sayını bərabərdir deyir 114-ə. O zaman ədədlərin cəmini, yəni bu mötərizəni hesablaya bilərik. Topladıqda eləyəcək 4n üstə gələk 4 bərabərdir. 114-ü vururuq 2-yə, 114-ü vururuq 2-yə. Ümumiyyətlə öyrənmişdik ki, cəmi tapmaq üçün ədədi ortanı sayına vurmaq lazımdır. O zaman 4n plus 4, 114-ü 2-yə vururuq, 228. 4n bərabərdir. 228-dən çıxırıq 4-ü. Olur 224. N də bərabərdir 4 vurmadır. 224. 4 vurma keçir sağ tərəfə, olur bölək 4. Yəni olur 56 oldu. Deməli, n bərabərdir 56-ya. Bizdən kiçiyi soruşur. Biz birini 2n plus 1 ilə qeyd eləmişdik. Birini 2n plus 3 ilə qeyd eləmişdik. Kiçiyi hansı olacaq? Təbii ki, 2n plus 1 olacaq. Bizdə də n 54-dür deyə yerinə 54 qoyub üstünə 1 gələcəm.
108 üstünə də 1 gəldikdə 109. Nəsə səhv elədim. Nəsə səhv elədim, çünki bizdə 56 idi. Deməli 56, 2-ni 56-ya vuranda 112, üstünə də 1 gələndə 113 olur. Cavab. Ruslan birinci gün 86, ikinci gün isə 112, üçüncü gün isə 108 kiloqram nar satdı. Bizdə deyir orta hesabla günə neçə kiloqram nar satdı. Orta çəkini bizdən soruşur. Yenə 86, yəni birinci gün satdığı nar, ikinci gün satdığı narı və üçüncü gün satdığı narı toplayırıq. Neçə gündür? 3 gündür. 3 günün ortalamasını bizdən soruşur. Topladıqda olur 306. 306-nı da bölürük 3-ə, bərabər olur 102. Deməli, Ruslan 3 gündə ortalama 102 kiloqram nar satmışdır. 356. 3 ədədin ədədi ortası 25-dir. Deməli, 3 ədədin ədədi ortası 25-dirsə, biz ədədlərin cəmini tapa bilərik. Ədədlərin cəmi bərabər idi. Ədədi orta, yəni 25, vurulsun ədədlərin sayına. Orta vurulsun sayı, belə yadda saxlayın, 75. Deməli, bu 3 ədədin cəmi 75-dir. Ədədi ortanın 28 olması üçün hansı ədəd əlavə edilməlidir? 3 dənə ədədin cəmi 75-dir. 3 ədədin cəmidir bu. Belə bir şey eləyək də 3 dənə ulduz qoyaq bura. 3 ədədin cəmi 75-dir. Bura bir dənə 4-cü ədəd əlavə olunur. O zaman ədəd orta nə olur? Bölək 4. Bir daha deyirəm, 3 ədədin cəmi 75-dir. Bir dənə də ədəd əlavə olunur. 4 dənə ədəd olur. Bizə deyir ki, hansı ədədə əlavə etmək lazımdır ki, ədəd orta 28 olsun. Burada bəzən çaşıb 2-yə bölə bilərsə, olmaz. Ya da gəlin belə yazaq, daha rahat olsun deyə. Neyniyək? 3 ədədin cəmi 75-dir. Yəni A plus B plus C bərabərdir 75-dir. İndi bizdə 3 dənə ədəd var. A plus B plus C 3 dənə ədəd var. Bura bir dənə 4-cü ədəd əlavə olunur. 4-cü ədəd əlavə olunur. Bölünür 4-ə. Ədəd orta nə olur? 28 olur. İndi ABC cəmi bizdə bərabərdir 75-ə. Onda yazaraq ki, 75 üstə gələ D bərabərdir. 28 vuraq 4, o da olur 80, 32 olur 112. D də bərabərdir 112-dən 75 çıxırıq. Olur 37 olur deyəsən. 37. Deməli, 3-cü əlavə olunan ədəd 37 imiş. Ya da belə yadda saxlayın. 3 dənə ədədin cəmi, 25-i 3-ə vururam, 75-dir. 4 dənə ədədin cəmidir. Bizdə 28-i 4-ə vururam. Axı 4-cü ədəd əlavə olunur. Bu da 112-dir. O zaman 4-cü ədəd nəyə bərabər olur? Fərqi ilə 37-yə bərabər olur. Deməli, baxırıq 357-ci suala. 357-ci sualda. Deməli, 357-də 4 ədədin ədədi ortası 26-dır. O zaman 4 ədədin cəmi, gəlin C4 yazaq. C4, yəni 4 ədədin cəmi bizdə ədədi ortanı vururuq sayına. O da bərabər olur 104. Bura deyir ki, ədədi hansı ədədə əlavə etmək lazımdır? Bura bir dənə də ədəd əlavə eləyirlər. Yəni olur 5 dənə ədəd. O zaman bu 5 dənə ədədin ədədi ortası da həmin ədədi orta vurulsun say deməkdir. O da 165-dir. 4 ədədin cəmi 104-dür. 5 ədədin cəmi 165-dir. O zaman deməli 5-ci ədəd nə olur? Bəli, 165-dən çıxırıq 104-ü. O da bərabər olur 61-ə. Vurmada səhv eləmişəm, görürsünüz, 155. Deməli, bu da 155 çıxanda da olur 51. Deməli, 3 ədədin ədədi ortası 358-ci tapşırığa baxırıq. 3 ədədin ədədi ortası 45-dir. 3 ədədin ədədi ortası 45-dir. Deməli, 3 ədədin cəmi, C3 yazıram, yəni 3 dənə ədədin cəmi, ədədi orta 45 vurulsun sayı deməkdir. Yəni, olacaq 135.
Ədədi ortanın 42 olmasını bir dənə də ədəd əlavə edirlər bura. Olur neçədən ədəd? 4 ədəd. 4 ədədin cəmi də ədədi orta 42-dir. 42 vururuq sayına. O da bərabər olur 168. Bizə o sonuncu həmən o sonuncu ədədi tapmaq üçün, yəni bu x-i tapmaq üçün 4 ədədin cəmindən 168-dən 3 ədədin cəmini 135-i çıxırıq. O da bərabər olur 33-ə. 359-cu suala baxırıq. 359-cu sualda bənzər fərqlidir. Nədir fərqli olan? Deməli, burada bu dəfə ədəd çıxırlar. Yəni, deyir ki, 6 ədədin ədədi ortası 18-dir. 6 ədədin cəmi o zaman 18 vurulsun sayı olacaq. Yəni, 108. Və arxasında deyir ki, bir dənə ədəd buradan çıxırlar. O zaman neçə dənə ədəd qalır? 5 dənə ədəd qalır. Çıxandan sonra ədədi orta olur 15. 15 vurulsun 5. O da olur 75. İndi bizdə bu x ədədini tapmaq üçün 6 ədədin cəmindən, yəni 108-dən 5 ədədin cəmini, yəni 75-i çıxmaq lazımdır ki, biz tapa bilək həmən o çıxılan ədədi. 33. İndi burada deməli baxırıq 360-cı suala. 3 ədədin ədədi ortası 65-dir. O zaman 3 ədədin cəmini 65 vurulsun 3 kimi yazırıq. Yəni ədədi ortanı vururuq sayına. O da bərabər olur 195. Bizə deyir ki, bu ədədlərdən bir dənəsini çıxırlar. O zaman neçə dənə ədəd qalır? 2 dənə ədəd qalır. Ədədi orta 50-ni vururuq sayına. Əvvəldə qaydada qeyd eləmişdim. O da bərabər olur 100-ə. O zaman sonuncu həmən bu x ədədini çıxılan ədəd tapmaq üçün 3 ədədin cəmindən, yəni 195-dən 2 ədədin cəmini, yəni 100-ü çıxmaq lazımdır. O da bərabər olur 95-ə. A variant. Baxırıq 561-ci sualı. Ayselin 9-cu imtahandan sonra orta balı 90-dan 91-ə qalxdı. O sonuncu imtahanda deməli, birinci cümlə ilə uyğunlaşır. 9 imtahan verir, balı olur 90. Deməli, bunun 9 dənə imtahanın ballarının cəmi ədədi orta 90 vurulsun 9-a bərabərdir. Yəni 810. Əgər 9-cu imtahan olmasaydı, 8 dənəsinin cəmi də ədədi orta 91. Yox, səhv elədim. Nəyi səhv elədim? Bircə dəqiqə deyəcəm. Bircə dəqiqə, C9. Diqqət eləyin. 9 imtahanı verir. Əvvəl orta balı 90 idi, qalxır olur 91-ə. Deməli, 9 dənəsinin cəmi bizdə bərabərdir. Ədədi orta 91 vurulsun 9, yəni 800 səhv elədim. 819. 8-dən imtahan, yəni 9-cu imtahanı verməsəydi, bax belə bir şeydir. Əvvəl orta balı 90 idi. Sonra artır olur 91. Necə artır olur? 9-cu imtahanı verir bu adam, ona görə artır. Əvvəl neçə imtahan vermişdi? 8 imtahan vermişdi. Sonra neçə imtahan verir? 9-cu imtahanı verir, 9 imtahan vermiş olur. Ona görə də 8-ə də 9 dana vurmalıyıq ki, ədəd orta 90-ı vuraq 8-ə olsun 720. İndi diqqət eləyin, bunun 9-cu həmən o x imtahanın balını tapmaq üçün 9 imtahanın balından 8 dənə imtahanın balını çıxmaq lazımdır 720-ni. O zaman cavab da nə alınacaq? Alınacaq 99. ...361. Bu formada yenə çertyoşla yazsaq daha qəşəng olacaq. İndi bircə dəqiqə. Deməli, sonuncu imtahandan 97 bal toplasa orta balı 90 olur. Sonuncu imtahan neçədir? Neçədən imtahandır? Bilmirik. N dənə imtahandır. Düzdür? N-ci imtahan. N dənə imtahan. N-ci imtahandan belə deyək də, N dənə imtahan verir. Bax, bu adam nə qədəsə imtahan verir. Əgər 97 bal toplasa, o zaman balların cəmi, yəni ədədi orta 90 vurulsun olacaq imtahanların sayı n.
Bu nə qədər imtahanların cəmi nə qədərdir bilmirik. Əgər 93 bal toplasa, 93 bal toplasa, ədədi ortası, orta balı olacaq 89, neçə dənə imtahandır, bunu da bilmirik. İndi bizdən əvvəlki imtahanların balı eynidir. Əvvəlki imtahanların balı eynidir. Biz deməli ümumən bütün bunların hər birində necə eləyirik? Ədədi orta, bax birinci cümlədə ədədi orta 90-dır. 90-dır. Bu 90-ı vururuq imtahanların sayına, çıxırıq sonuncu imtahanın balına. Bərabərdir. Ondan sonraki şərtdə ədədi orta 89-dur. Yəni 89-u vururuq imtahanların sayına, çıxırıq sonuncu imtahanın balına. Şərtdə verir axı. İndiyə qədər imtahanların balı eynidir. Deməli sonuncu imtahandan asılıdır. Ona uyğun dəyişəcək. Deyək ki, cəmi neçə imtahan verdi. Bizdən də o həmən imtahanların sayını soruşur. Deməli yazırıq. İndi bunu sadələşdiririk. Birinci 90 n-dən çıxırıq. 90 n-dən çıxırıq 89 n-i. Deməli 90 n çıxılsın 89 n bərabərdir 97 keçir sağa. 97 çıxılsın 93. 90 n-dən 89 n çıxanda qalır 1 n. 97-dən də 93 çıxanda 4. Deməli digər neçə imtahan verdi? 4 dənə imtahan verdi. Davam edirik 363-cü sualdan. Deməli, Firuz sonuncu imtahandan 95 bal toplasa, orta balı 84 olur. Bayaq izah eləmişdim. Gəlin bu cümləyə tam baxaq. Neçədə imtahan verir Firuz? N dənə. Bura qədərki imtahanların balı eynidir. Sonuncu imtahandan asılıdır. Orta balı, bu cümləyə fikir verin. Orta balı deyir 84 olur. İndi bizdə n dənə imtahan veribsə, orta balı vururuq sayına. Sonuncu imtahana çıxırıq. Çıxılsın 95. Ondan sonra ikinci cümlədə də deyir ki, 77 olsa orta bal olur 81. Orta balı 81-dir. Deməli, orta balı vururuq sayına, çıxırıq sonuncu imtahana, yəni 77-ni. Bura qədərki imtahanlar bərabər olub deyə biz də bərabər edirik. İndi 84 n-dən çıxırıq 81 n qalır 3 n. 95-dən də çıxırıq 77 qalır, deməli 18. O zaman n də bərabər olur 18 bölə 3, yəni 6-ya. Deməli, Firuz neçə dənə imtahan verib? 6 dənə imtahan verib. Deməli, deyir ki, fabrikdə çalışan işçilərin 8 nəfəri qız, 16 nəfəri oğlandır. Qızların yaş ortalaması. Deməli, belə bir şey yazaq da, qızların yaşlarının cəmi, C qız yazıram. Ədədi orta, yəni orta yaşı 19-u vururam sayına. 19-u 8-ə vuranda olur 8, 9, 72, yəni 152. İndi oğlanların yaşlarının cəmini tapaq. Oğlanların yaş ortalaması, yəni ədədi ortası 28-dir. Vuraq sayına 16-ya. Deməli 28-i 16-ya vuranda nə eləyir? Eləyir 448 və nə eləyirik? Bizdən ümumi ortalamanı soruşur. Yəni qızların yaşlarının cəmi ilə oğlanların yaşlarının cəmini toplayıb bölürük 8-ə. Yəni neçəyə? 8 ilə 16 bölürük sayına. Yəni neçəyə? 8 ilə 16-nın 24-ə. 24 işçi var axı ümumi. Bizdən ümumi orta yaşı soruşur. Deməli 152 ilə 448-i toplayanda verir 600. 600-ü də bölürük 24-ə. O da bərabər olur 25-ə. Deməli ümumi orta yaş neçədir? 25-dir. Baxırıq. Deməli, deyir ki, 365-ci sualda deyir ki, 13 qız və 5 oğlan qızların orta balı. Onda o zaman qızların yaşlarının cəmi ədədi orta 4 vurulsun 13 qız sayına bərabərdir, yəni 52-yə. Ondan sonra oğlanların yaşlarının cəmi orta bal
4 vurulsun 5 dənə oğlandır. O da bərabərdir 20-yə. Bizdən ümumi orta balı soruşur. Bunu da tapmaq üçün qızların yaşlarının cəmi ilə oğlanların yaşlarının cəmi toplayıb bölürük saylarını. Yəni 13 qız 5 oğlan, yəni 18-ə. Toplayanda 72-ni 18-ə böləndə o da bərabər olur 4-ə. Deməli ümumi sinfin ümumi orta balı neçəyə bərabərdir? 4-ə bərabərdir. Baxırıq 366-cı suala. Deməli 366 bir sinifdəki 10 şagirdin orta balı 8-dir. Deməli sinifdəki uşaqların o zaman ballarının cəmi orta bal 10-u Deməli orta bal 8-dir. Orta bal 8-i vururuq saylarına, yəni sinifdəkilərin balları nə qədər olur? 80. 2 dənə şagird çıxır, yəni 10 dənə şagird idi. 10 dənə şagird. 2 dənəsi çıxır, o da nə olur? 8. Deməli neçə dənə uşaq idi? 10 dənə şagirddir. 10 dənə şagird. 2 dənəsi çıxır, qalır 8 dənə şagird. Orta bal olur 6. Orta balı vururuq sayına, yəni 8-ə bərabər olur 48. İndi diqqət edin. 10 dənə uşağın ballarının cəmi 80-dir. 8 dənə uşağın ballarının cəmi 48-dir. O zaman 2 dənə uşaq kənarda qalır ki, onda ballarının cəmini tapmaq üçün 80-dən 48 çıxırıq, bərabər olur 32-yə. Deməli 2 dənə uşağın ballarının cəmi 32-dirsə, o zaman həmin uşaqların orta balı nə qədər olar? Bölməli 2-yə bərabər olar 16-ya. 367-ci suala baxırıq. Diləyirəm ki, sizin üçün tam aydındır. Fikirlərinizi yaza bilərsiniz rəy bölməsinə. Bir sinifdəki 12 şagirdin orta balı 6-dır. Deməli, sinifdə 12 dənə şagird var, orta balı 6-dır. Vururuq sayına, bərabər olur 72. Deməli, 12 şagirdin balları cəmi 72-dir. 4 dənə şagird çıxır, neçə şagird qalır? 8 şagird qalır. Orta bal neçədir? 5-dir. Vururuq sayına, deməli 8 dənə şagirdin də balları cəmi 40-dır. 12 şagirddən 8 şagirddən balların cəmi çıxanda qalır 4 dənə şagird və cəmlərin də bir-birindən çıxırı olur 32. Deməli 4 dənə şagirdin ballarının cəmi 32-dir. Bizə 4 şagirdin orta balını soruşur. Həmən o cəmi bölürük sayına, o da bərabər olur 8-ə. ...368-ci suala baxırıq. 368-ci sualda fabrikin 10 işçisindən 3-ünün orta yaşı 30, qalanların orta yaşı 40-dır. Deməli, diqqət edin, 3 dənəsinin orta yaşı 30-dur. Deməli, 3 dənəsinin balları cəmi orta yaş vurulsun say bərabərdir 90-dır. Yerdə qalanların 10 işçidir. 3 dənəsini saydıqsa neçə nəfər qalır? 7 nəfərin. Orta yaşı da 40-dır. Bunu da 7-yə vururam ki, görüm 7 işçinin də yaşlarının cəmini tapım 280. Deməli 3 dənə işçinin yaşlarının cəmi 90-dır. 7 dənə işçinin yaşlarının cəmi 280-dir. Bizə deyir ki, bu işçilərin orta yaşı, yəni ümumi işçilərin hamısının orta yaşını soruşur. Toplayanda olur 10 dənə işçinin yaşı, 90 üstə gələ 280, o da bərabər olur 370-ə. Deməli, 10 dənə işçinin yaşlarının cəmi 370-dir. O zaman orta yaşı nə olacaq? 370 bölünsün 10, yəni fabrikdə ümumi işçilərin orta yaşı olacaq 37. Baxırıq 369-cu suala. ABC ədədlərinin ədədi ortası 22-dir. Yəni 3 dənə ədədin ədədi ortası 22-dir. Vururam sayına bərabər olur. Deməli 3 ədədin cəmi olur 66. 4 ədədin, yəni ABC-nin, D-nin də ədədi ortası 18-dir. Vururam bunu da sayına bərabər olur 72. Deməli 3 dənə ədədin cəmi 66-dır. 4 dənə ədədin cəmi 72-dir. O zaman biz sonuncu ədədi tapmaq üçün, sonuncu ədəd bizdə D-dir.
Sonuncu ədədi tapmaq üçün cəm 72-dən çıxmalıyıq 66-nı. O da bərabər olacaq. Deməli, sonuncu ədəd nəyə bərabər imiş? 6-ya bərabər imiş. Baxırıq 370-ci suala. Deməli, iki bacı, iki qardaş. Deməli, 4 dənə uşaq var. O 4 dənə uşağın yaşlarının cəmi, ədədi ortası, deyir uşaqların ədədi ortası 16-dır. Vururuq 4-ə, bərabər olur 64. Deməli, 4 uşağın yaşlarının cəmi 64-dür. Qızların orta yaşı 20-dir. Yəni, 2 dənə qızın orta yaşı 20-dir. Vururam 2-yə. Deməli, 2 dənə qızın yaşlarının cəmi 40-dır. Diqqət edin, 4 uşaq var, yaşlarının cəmi 64-dür. Buradan qızların yaşlarının cəmi 40-dır. O zaman yerdə qalan 2 dənə uşağın yaşlarının cəmini tapmaq üçün nə etmək lazımdır? Çıxmaq lazımdır. Bizdən də ədədi ortanı soruşduğu üçün cəmi bölməliyik sayına. Deməli, oğlanların yaşlarının ədədi ortası nəyə bərabərdir? Nəyi səhv elədim? Hə, oğlanların orta yaşını soruşur da. Uşaqların orta yaşı 16-nı vuram 4, 64. Qızların orta yaşı 22-yə vuram 40. 64-dən, səhvim buradadır, 64-dən 44 çıxırıq, 40 çıxırıq 24. 24 də bölür 2-yə olur 12. Yəni, D variantı çıxmada səhv eləmişəm. 371-ci suala baxırıq. Deməli, 371-də komandada 10 uşaq var. Bütün uşaqların yaşlarının cəmi 104-dür. Deməli, 10 dənə uşağın yaşlarının cəmi 104-dür. Oğlanlar 12, qızlar isə 8 yaşındadır. Bu komandada 2 oğlan çıxarsa, oğlanlar 12, qızlar... Gəlin belə bir şey eləyəm. İndi bizdə x dənə oğlan olsun və y dənə qız olsun. İndi baxaq, komandada 10 dənə uşaq var. Yəni, oğlanlarla qızların cəmi bərabərdir 10-a. Sayılarının cəmi. Bütün uşaqların yaşlarının cəmi 104-dür. Oğlanlar 12 yaşındadır. X dənə oğlan var, 12 yaşındadır. X dənə oğlan var, 12 yaşındadırsa, bunların yaşları cəmi 12x-dır. Y dənə də qız var, 8 yaşındadırsa hamısı, buna da 8y yazırıq. Cəmləri də nəyə bərabərdir? 104-ə bərabərdir. Birinci tənliyi vururam 8-ə. 8-ə. Deməli, x-i vururam 8-ə, olur 8x. Y-i vururam 8-ə, olur 8y. 10-u vururam 8-ə, olur 80. Bunları nə edirəm? Alt-alta çıxıram. Deməli, alt-alta çıxanda 12x-dan 8x çıxanda qalır 4x. 8y-dan 8y çıxanda 0 və 104-dən də 8 çıxanda 24. O zaman x bərabər olur. 24-ü 4-ə bölürəm 6. Deməli, 6 dənə oğlan var. Ümumi 10 uşaqdırsa 4 dənə də qız var. 6 oğlan, 4 qız. Bu komandadan 2 oğlan çıxarsa, komandanın orta yaşı neçə olar? Deməli, 6 dənə oğlan, 4 dənə qız var. Gəlin, buranı təmizləyək. Bura bizə lazım deyil. 6 dənə oğlan, 4 dənə qız var. 6 oğlan, 4 dənə qız varsa, deməli, 6 dənə oğlan, 4 dənə qız var. Komandadan deyir 2 dənə oğlan çıxdı. 2 dənə oğlan çıxır. O zaman nə qalır? 4 dənə oğlan qalır. Hə, gəl çağırdılar, gəl sək gəldi, davam edirik. Deməli, 6 oğlan, 4 qız idi. Bunun 2 dənəsi bizə lazım deyil. Çünki bizə deyir ki, 2 dənə oğlan çıxır. O zaman 4 dənə oğlan qalır, 4 dənə də qız qalır. 4 dənə oğlan var. Oğlanların yaşları 12-dir. 4 vuraq 12. 4 dənə də qız var. Qızların yaşları da 8-dir. 4 vuraq 8. Deməli, o zaman cəmləri olur. 4-ü 12-yə vururuq 48, 4-ü 8-ə vururuq 32, toplayanda 80. Deməli, bu uşaqların yaşlarının cəmi 80-dir, bizdən orta yaş soruşur. Neçədən uşaq var? 8 dənə uşaq oldu.
O da bərabər olur nəyə? 10-a bərabər olur. Deməli, 2 dənə oğlan çıxandan sonra komandanın orta yaşı neçə olur? 10 olur. Mən videonu dayandırıram, amma siz tam izləyəcəksiniz. Baxırıq 372-ci suala davam edirik. Deməli, məncə bu 372-də problem var. Çünki mən dəfələrlə baxsam da bir yerə gəlib çıxa bilməmişəm. Komandada 16 uşaq var deyib bizə. Yəni x dənə oğlan var. X dənə oğlan var, Y dənə qız var. Ümumi də neçə dənə uşaq var? 16 dənə uşaq var. Bizə deyir ki, oğlanları 12 yaşındadır, yəni 12x. Qızlar isə 10 yaşındadır, yəni 10y. Və bu uşaqların yaşlarının cəmi də 150-yə bərabərdir. Biz yuxarıdakı ifadəni vurmalıyıq 10-a. Çünki 12x, 10y ən kiçiyinə vururuq, 10-a vururuq. Buranı vururam 10-a. X-i 10-a vuranda olur 10x. Y-i 10-a vuranda olur 10y və 16-nı da 10-a vuranda olur 160. Bunu tərəf-tərəfə çıxdıqda diqqət eləyin. Neynirəm? Tərəf-tərəfə çıxıram. 12x-dan 10x çıxıram, qalır 2x. Ondan sonra Sonra 10y-dan 10y çıxıram gedir, amma 150-dən 160 çıxa bilmirəm. Yəni burada mənfi bir şeylər alınır. O problem yarada bilir. O alınmadığına görə də tam alınmır. Yaxşı, gəlin onda birbaşa yaza bilsək, belə yaza biləriksə əgər. Necə demək istəyirəm? Bir dənə belə də yoxlayım sizin yanınızda. Deməli, bunun cəmi 150-dir. Bütün uşaqların yaşlarının cəmi. Yəni 150. Bura 150-dir. İndi bizdə deyir ki, 2 dənə oğlan deyir çıxır. Yəni olur x çıxsın 2 dənə oğlan. Yenə yaşlarının cəmi 12-dir. O da olur x çıxsın 2 dənə oğlan üstə gələr. Ondan sonra burada da qızlarda da 10y-dır. Bunu sadələşdirsə olur deməli 12x çıxılsın 24 üstə gələr 10y. İndi burada 12x-la 10y-ın cəmi 12x-la 10y-ın cəmi 150-dir. Mən də yerinə qoyuram. 150-dən çıxıram 24 bərabər olur 126-ya. Və 16 dənə şagird idi. Ümumi 2 dənə də çıxanda qalır 14 nəfər. 126-nı da 14-ə böləndə nə verir bizə? 9 verir. Hə. 9. Demək, problem yoxdur burada. Belə də yazmaq olar. Ümid edirəm ki, başa düşdünüz. Yəni, məsələ necədir, nə edirik? Yəni, tək-tək tapmaq əvəzinə belə tapırıq. Amma məncə sualda problem var. Çünki o 2 nəfər problem yaradır, əgər bu şəkildə taparıqsa. Deməli, məsələ nədir? X dənə oğlan, indi mən yaşıl rəngdən göstərəcəm. X dənə oğlan, Y dənə qız var. Bunun 2 dənəsini çıxardırlar. Ümumi 16 dənə şagird var. O zaman şagird də 2-dən azalır, qalır 14 şagird. 12 oğlanların yaşıdır, 10 da qızların yaşıdır. Cəmlər olur 150. Bunu belə saxlayıram. Oğlanlar x dənə idi, 2 dənə azaldı. Vurub açıram. 12x çıxsın 24 paylama qanunu 10y. 12x-la 10y-ın cəmi bizə verir 150. 150-dən də bu 24-ü çıxırıq, olur 126. Deməli, 2 dənə oğlanın yaşının çıxılmışı, bir də yerdə qalan qızların yaşları cəmi 126-dır. 126. 14 dənə də şagird qaldı. O zaman bunların da ortası nəyə bərabərdir? 9-a bərabərdir. Mən bu izaha qədər düşünürdüm ki, sualda problem var, amma yox imiş. Deməli, dəfələrlə suala baxsaq, biz düzgün həllini tapa bilərik. Ona görə maksimum çalışmalısınız ki, özünüz tapasınız. Hardansa izaha baxırsınızsa, mənlə bir yerdə baxırsınızsa belə tam başa düşmədiyiniz sualları tövsiyə edirəm ki, işarətləyib, sonra təkrar bir də baxasınız. Deməli, komandada 8 uşaq var. Yəni 8 dənə uşaq var. Yəni oğlanların yaşları ilə oğlanlarla qızlar ümumi 8 dənə uşaqdır. Yəni x, y. Bizə deyir ki, x dənə oğlan var, y dənə də qız var. Oğlanların yaşı 10-dur, o zaman 10x. Qızların yaşı da 12-dir, o zaman 12y. Yaşları cəmi nəyə bərabərdir? 86-ya bərabərdir. Bizə deyir ki, buradan deyir 2 dənə oğlan deyir çıxırlar.
Yəni yaşları yenə 10 olur. X çıxsın 2-dən oğlan. Üstəgələ 12. Qızların sayı da dəyişmir. Vurub açanda olur 10x çıxılsın. 2-yə də vururam onu. 20 üstəgələ 12y. Diqqət eləsəz burada 10x-la 12y-ın cəmi nəyə bərabərdir? 86-ya bərabərdir. Deməli 86 çıxılsın arxasıca 20 bərabər olur 66-ya. Deməli, 2 oğlan çıxanda komandanın uşaqların yaşları cəmi olur 66. Bizdə də 8 şagird idi axı. Bunun 2 dənəsi də çıxan neçə şagird qalır? 6 şagird. Cəm 66-nı bölürəm say 6 şagirdə bərabər olur nəyə? 11-ə. Bu 72, 71. 71-in izahındansa belə izah daha yaxşıdır məncə. Çünki bayaqki çox mərhələli idi, qarışıq idi. Baxırıq 374-cü suala. Video dayanmayıbmı? Yox, dayanmayıb. Fabrikin 20 işçisindən 15-nin orta yaşı 40-dır. Deməli, orta yaşı 40-dır. Neçə nəfərinin? 15 nəfərinin. O zaman onun yaşlarının cəmi olacaq 600. Ondan sonra orta yaşı 80-dir. Neçə nəfərin orta yaşı? Qalanını, yəni qalan 5 nəfərin də yaşlarının cəmi olacaq 400. Deməli, ümumi 15 nəfərin yaşlarının cəmi 600, 5 nəfərin yaşlarının cəmi 400, ümumi fabrikdəki işçilərin yaşlarının cəmi oldu 1000. Yaşlarının cəmi 1000-dirsə, orta yaşda tapmaq üçün bölməliyik 20-yə, o da bərabər olacaq 50-yə. Deməli, orta yaş nəyə bərabərdir? 50-yə bərabərdir. Baxırıq 375-ci suala. Buna bənzərini yuxarıda işləmişdik. Deməli, 4-cü imtahandan sonra orta balı 100-dən 85-ə düşdü. Deməli, orta balı 100 idi. Düşdü nəyə? 85-ə. Niyə görə düşdü? 4-cü imtahana görə düşdü. Yəni, bunun 3 imtahanının ballarının cəmi orta bal 100 vurulsun say 300-ə bərabər idi. 4 imtahanının ballarının cəmi orta bal 85-i vururuq 4 dənə imtahan, 4-cü imtahan deyir bizə. 85-i də 4-ə vururuq, olur 340. İndi diqqət edin. 4 dənə imtahanının ballarının cəmi 340-dır. 3 dənə imtahanının ballarının cəmi 300-dür. O zaman sonuncu o imtahanın balı neçə baldır? 340-dan çıxırıq. 300 bərabər olur 40-a. Deməli, sonuncu imtahanın balı nə qədər imiş? 40-a bərabər imiş. 376-nı izah edə bilməyəcəm, çünki muğam müsabiqəsində mən qaçıram baxmağa. Siz amma izaha tam baxasınız. Bu arada videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Hələlik görüşənədir. Deməli, baxırıq 376-cı suala. 376-cı sualda briqada 6 üstə 9 köməkçidən ibarətdir. Deməli, bir dəqiqə. Aha. Deməli, 6 dənə usta 9 köməkçidən ibarətdir. İş tamam olduqda ustaların hər biri 30 manat pul alır. Deməli, 6 dənə usta var, hər biri 30 manat pul alır. Sonra 9 dənə də usta köməkçisi var. 9 dənə də usta köməkçisi var. Onlar nə qədər alır bilmirik. Yazırıq 9x. Ardıca deyir ki, usta köməkçilərin hər biri aldığı pulu isə briqadanın orta əmək haqqından. Deməli, cəmi bölməliyik saya. Yəni 6 usta, 9 usta köməkçisi bölməliyik 15-ə. Həmən deyir orta əmək haqqından, yəni bu ədəddən, bu kəsirdən 8 manat az olur. Nə az olur 8 manat? Usta köməkçilərin hər birinin aldığı məbləğ, yəni x 8 manat az olur. Hər tərəf vururam 15-ə. Hər tərəf 15-ə vurduqda sürəti yazıram olduğu kimi 6-nı 30-a vururam 180, 9-u x-a vururam 9x. Çıxılsın 15-i vururam 8-ə. 15-i 8-ə vurduqda edir 120 və 15-i eyni zamanda vururam x-a. O da bərabər olur 15x-a. Ondan sonra 180-dən 120 çıxıram, qalır 60. Deməli, 15x durur evlərində, 9x gəlir olaraq olur, çıxaq 9x. 15x-dan 9x çıxdıqda qalır 6x bərabərdir 60 və x də bərabərdir 60-ı bölürəm 6-ya, yəni 10. Deməli, hər bir usta köməkçisi nə qədər pul alır? Bəli, 10 manat pul alır. Baxırıq 477-ci suala. 377-ci suala. 377-ci sualda təmiz deyək.
4 usta 8 köməkçidən ibarətdir. Deməli, 4 dənə ustanın hər biri alır 20 manat. Ona görə yazıram 4 vuraq 20. 8 dənə köməkçinin hər biri alır A manat. Nə qədər aldığını bilmirik. Bölürəm, hər birinin aldığı pul isə briqadanın orta əmək haqqından 5 manat az olur. Gəlin bu dəfə belə yazaq. Deməli, bunu bölürəm nəyə? Hər birinin aldığı pul isə bölürəm sayına, orta əmək haqqı deyir çünki. 4 ilə 8-in cəmi bölürəm 12-yə. Bu saydan deyir 5 manat az olur. Nə az olur? Həmən usta köməkçilərinin aldığı pul, yəni X. 5-i keçirdirəm o tərəfə. 4-ü 20-yə vururam 80, 8-i A-ya vururam 8A. Sonra bölək 12 bərabərdir. Bura A yazmalıydım. Deməli A 5 də keçir o tərəfə olur plus 5. Bölək 12-ni keçirdirib sağ tərəfə vuraq 12 yazacağım. Yəni 80 plus 8A bərabərdir. A-nı 12-yə vururam, verir 12A. 12-ni 5-ə vururam, verir 60. 12A-dan birinci 8A çıxıram. 12A çıxılsın 8A bərabərdir. 80 durur. 60 da keçir sol tərəfə olur. Çıxaq 60. 80-dən 60 çıxanda 20. 12A-dan 8A çıxanda 4A və A da bərabərdir. Vuraq 4 olur bölək 4. 20-ni 4-ə bölürəm 5. Deməli, usta köməkçilərin hər biri nə qədər pul alır? Bəli, 5 manat pul alır. Baxırıq 378-ci suala. Bu dəfə başqa tətbiqlə çəkirəm videonu. Ona görə dayandıra bilmirəm. Belə hamısını videoda təmizləyəcəyim. Baxıram 378-ci suala. 378-ci suala baxaq. Deyir ki, bunu əvvəllər belirledi. 5-ci imtahandan sonra orta balı 80-dən 74-ə düşdü. Deməli, orta balı 80 idi. Düşür neçəyə? 74-ə. Neçə imtahandan sonra? 5-ci imtahandan sonra. 5-ci imtahandan sonra 74-ə düşürsə, deməli, bu əvvəl 4 dənə imtahan veribmiş. Əvvəlki balı 80 vuraq 4 bərabərdir. Balları cəmi 320-ymiş. Sonra 5-ci imtahanı verir, orta balı olur 74. 74 də 5-ə vursaq, bu da olur 370. Deməli, 4 dənə imtahanın cəmi 320 idi. 5 dənə imtahanın balları cəmi 370. Biz də sonuncu imtahanda nə qədər topladığını tapmaq üçün bu cəmləri bir-birindən çıxmalıyıq. Deməli, sonuncu imtahanda nə qədər toplayıb? 50 bal toplamışdır. Deməli, 379-cu sual. A qrupunda olanların orta yaşı 12, B qrupunda olan şəxslərin orta yaşı, A qrupunda olan şagirdlərin sayı B qrupundakı olan şagirdlərin qrupundakindən 5 dəfə çoxdur. Yaxşı, gəlin belə eləyək. A qrupundakıların orta yaşı, A-dakıların orta yaşı 12-dir, bilmirik nə qədərdir. B-dəkilərin də orta yaşı 18-dir, bu da nə qədərdir, bilmirik. Deyir ki, A qrupunda olanların yaşı, B qrupu sayı B qrupundakılardan 5 dəfə çoxdur. Bizdən bu iki qrupun ümumi orta yaşını soruşur. Biz iki qrupun ümumi orta yaşını tapmaq üçün A qrupunda olanların yaşı, A qrupunda olanların yaşı olsun 12, sayları da olsun A. B qrupunda olanların deməli yaşı 18, sayları da olsun B. Biz cəmi tapmaq üçün ədədi orta 12-ni vurmalıyıq A-ya və yenə sayı tapmaq üçün ədədi orta 18-i vurmalıyıq sayına, yəni B-yə. Arxasıca da bölməliyik sayları cəminə A plus B-yə. Çünki ümumi şagirdlərin sayını bizə deyir də A plus B qədər. Ya da ki, belə eləmək olar. Birbaşa belə yaza bilərsin. Birbaşa belə yaza bilərsən. A qrupunda 12 şagirddir, A dənə uşaq var. B qrupunda 18 şagirddir, B dənə uşaq var. Burada da A dənə uşaq var. Sadəcə A 5B-yə bərabərdir deyə biz A-nın yerinə 5B yazırıq. O zaman deməli 12 orta yaşdır, 5B saydı, vuranda verir 60B, 60B üstə gələk. 18 orta yaşdır, say B-dir, o da 18B, toplanında cəm eləyir 78B. Bu 78B-ni neynəməliyik? Sayları cəminə bölməliyik. 5B ilə B-nin cəminə bölməliyik, yəni 6B-yə bölməliyik. B'lər ixtisar gedir, 78-i də 6-ya bölürük, bərabər olur 13-ə. Ümid edirəm ki, sizin üçün aydın oldu. Yəni, burada bənzər də var. Gəlin buna da baxaq. Deməli, yenə eyni qayda. A qrupunda A dənə şagird var. Orta yaşları 8-dir.
B qrupunda da B dənə şagird var. Orta yaşları 3-dür. Bizə deyir ki, A qrupunda şagirdlərin sayı B qrupundakı şagirdlərin sayından 4 dəfə çoxdur. Vuraq 4 yazırıq. Deməli, B qrupunda neçə dənə şagird var? B dənə şagird var. A qrupunda A dənə şagird var, amma A 4B-yə bərabərdir. Deməli, A qrupunda da 4B dənə şagird var. İndi baxaq. Deməli, orta yaşı 8-dir, sayı 4B-dir. Orta yaşı 3-dür, sayı B-dir. Uyğunları bir-birinə vururuq. 8-i 4B-yə vururuq. Cəm eləyir 32B. 3-ü B-yə vururuq. O da eləyir 3B. Vuranda eləyir, cəmləri eləyir 35B. Deməli, ümumi A-da da B-də də şagirdlərin yaşları cəm 35B-dir. Yaxşı, sayıları nə qədərdir? 4B dənə burada, B dənə də burada, 5B dənə. Bölürəm də sayına. B-lər ixtisar gedir. 35-i 5-ə bölürəm. Olur 7. Deməli, orta yaşı 2 qrupun orta yaşı nəyə bərabərdir? 7-yə bərabərdir. Baxırıq 381-ci suala. Ədədi ortası 37 olan 3 ədəddən biri 23, digəri 45-dir. Deməli, ədədi ortası 3 dənə ədəd var. O zaman bu ədədlərin cəmi ədədi orta vurulsun sayı olacaq. 3 vuraq 37. Biri 23-dür. O birisi 45-dir. Üçüncü ədəd nədir? Bunu da bilmirik. X-dir. Deməli, ədədi orta 37-dir. 3 dənədir deyə vurdum 3-ə. Ədədi ortanı vururuq nəyə? Sayına vururuq, ədədlərin cəmini tapırıq. 3-ü 37-yə vuranda olur 111, bərabərdir. 23 ilə 45-i toplayanda olur 68 üstə gələ x. X-i də tapmaq üçün 111-dən çıxırıq 68-i. O da qalır 3, yəni 43. Deməli, 3-cü ədəd nəyə bərabərdir? 43-ə bərabərdir. Yenə eyni qayda. 3 ədədin ədədi ortası. Deməli, 3 ədədin ədədi ortası 36-dır. Deməli, ədədlərin cəmi nəyə bərabərdir? 36 vurulsun 3, 108-ə bərabər. Deməli, mənim 3 dənə ədədim var ki, bunların cəmi nəyə bərabərdir? 108-ə bərabərdir. Nəysə, bu dairələrə ehtiyac yox idi. İndi ədədi ortanın 41 olması üçün 4-cü ədəd neçə olmalıdır? Ədədi ortanı 41 eləmək istəyirlər. Ədədi orta 41 olanda neçə dənə ədəd olur? 4 dənə ədəd olur. 41-i də 4-ə vururuq, 164. Deməli, 3 ədədin ədədi ortası olur 108. 4 ədədin ədədi ortası olur 164. Biz 4-cü ədədi tapmaq istəyiriksə, 4 ədədin cəminin ədədi ortası 41 olur. Sorry, bir daha deyirəm, düzəldirəm. 3 ədədin ədədi ortası 36, cəmi 108. 4 ədədin ədədi ortası 41, cəmi 164. 4 ədədin cəmi 164-dən 3 ədədin cəmi 108-i çıxırıq. O da bərabər olur 56-ya. Deməli, 56 olmalıdır. Yasəmən birinci gün 59 kilometr, ikinci gün 43 kilometr, üçüncü gün isə 87 kilometr getdi. Yasəmən bir günə orta hesabla 13 kilometr getdi. Deməli, toplayıb üçünü də bölürük sayına 54, 43, 87-ni üçünü də toplayırıq, verir 189, 189-u da bölürük 3-ə. Deməli, hər gün orta hesabla nə qədər kilometr yol gedib? 63 kilometr yol gedib. Bizə deyir ki, 89 və 77 ədədlərin ədədi ortası. Deməli, 89 ilə 77-ni cəmləyirəm. 150 olur, 166. Bizə ədədi ortası deyir. Ədədi orta olur 83. Ədədi orta ən böyük rəqəmli ədəddən, yəni 99-dan neçə vahid kiçikdir? Çıxırıq, 16 vahid kiçik olur. Üç yüz 85-ci suala baxırıq. Sinifdə 12 oğlanın boylarının ədədi ortası 1.67-dir. Bu sinifdə ən çox neçə oğlanın boyu 1.66 cm-dən az ola bilər? Əgər 12 şagirdin 12-sinin də boyu 1.66 olsa, ədədi ortada 1.66 olar. Ədədi ortada 1.66 olar. Deməli, 12-si də ola bilməz. Bir dənəsini 1.67 götürsək, yerdə qalan 11 dənə uşağın boyunu
Bu sinifdə ən çox deyir neçə oğlanın boyu 1,66-dan kiçik olar. Yerdə qalan 11 uşağın boyunda 1,65 götürsə, yəni 1,66-dan kiçik götürsək də, bir dənə 1,67 verirəm. Çünki ədəd orada 1,67-dir. Bir dənə uşağın boyu 1,67, yerdə qalan. Gəlin indi baxaq. Yoxlayaq. Deməli 1,65 vurulsun 11 dənə uşaq və bir dənə uşaq da 1,67, o da bir dənə uşaq. Toplayanda olur 1982. Bunu da bölürəm sayına. Görüm ədəd orta nə verəcək? Ədəd orta verəcək 1,66. Bizə lazımdır. Ədəd ortası 1,67 olsun. Onda gəlin beləyək. Tərsindən gedək. Bir dənə tərsindən gedək. Mən 11 dənə almışam, amma necə almışam bilmirəm. Ən çox neçə oğlanın boyu 1,66 sm-dən az ola bilər. Təxmin yürüdür də, dəqiq deyil. İndi gəlin belə eləyək. Deməli, göz ardı elədiyim məsələ nədir? Gəlin burada baxaq elə. Tərsindən getmək daha yaxşıdır. 12 dənə oğlanın boyları nədir ortası? 1,67-dirsə, deməli bunların boylarının cəmi vuraq 12 2004-dür. Yəni 20 metr 4 santim. Və sinifdə ən çox neçə oğlanın boyu 1,66 santimetrdən az ola bilər deyir. Biz maksimum 11 dənəni götürək yoxlayaq. Çıxılsın. 11 dənə oğlanın boyu 1,66-dan az götürürəm. Yəni 1,65 götürürəm. Və bir dənə şagirdin də boyu olur 1,89. Deməli bir şagirdin boyu olur 1,89. Mən 1,89 almışam, amma çox dəxlisiz yerdən almışam 1,89. Deməli, bir dənə şagirdin boyu olsun 1,89 və 11 dənə şagirdin boyu da olsun 1,66-dan az, yəni 1,65 boyları yenə zaten verir bizə. 12 dənə ödəmir deyə, ən az neçə dənə, ən çox neçə dənə ola bilər? 11 dənə ola bilər. 12 dənə ödəmədiyində bayaq sizə göstərdim. Videonu kəsməyəcəm zaten, onsuz da çağırdılar, yarımçıq qaldı. Deməli, neçə şagirdin boyu? 11 oğlanın boyu. Deməli, 386-cı sual. 386-cı sualda texniki səhvlik var məncə. Burada az deyil. Az deməlidir. Çünki çox olanda alım, dəxlisiz cavab alınır. İndi az deyəndə isə böyük cavab alınır da. 70 manat köməkçi ustadan çox alırmış kimi görsən. 5 dənə usta var. 5 dənə ustanın 40 manat pul alır. Vurulsun 40, üstə gələr. 15 dənə də usta köməkçisi var. Bunlar da hərəsi A manatdan alır. Bölürəm sayına. Təzə videoda saxlada bilmirəm, təzə proqramda. Bölürəm sayına, yəni 20 dənə işçi var. Deyir ki, aldığı 7 manat 50 qəpik çox yoxlasız alınmır. 7 manat 50 qəpik, 7-50 manat azdır. Hər usta köməkçisi və bu nəyə bərabərdir? A-ya. Bayaq buna çox izah eləmişdik. 7-15 keçirəm o tərəfə. 5-i 40-a vururam. 200, 15A, 15A, və 20 və A qalır. 7-5 keçir sağ tərəfə olur. 7,5, mənfi 7,5. Yəni çıxaq sağ tərəfdə toplam olur. Hər tərəf vururam 20-yə. Deməli 200 üstə gələ 15A. Bölək 20, keçir sağ tərəf vurulur. 20-ni A-ya vururam, 20A və 20-ni 7,5-ə vururam. Deməli 20A, 20A. 20-ni də 7,5-ə vuranda o da verir 150. İndi 15A-dan 20A çıxıram, qalır 5A. 200-dən də 150 çıxıram, qalır 50. A da bərabər olur 50 bölək 5, yəni 10. Deməli usta köməkçiləri nə qədər pul alır? 10 manat pul alır. Qapını biraz aralı qoyarsan zəhmət olmasa. 387-ci suala baxırıq. 387-ci sualı bir neçə dəfə oxumağınızı tövsiyə edirəm. Çünki biraz belə qarışıq gələ bilər, amma o qədər də çətin deyil. Deməli, atadır, qızıdır, oğludur.
Ata da qızı da oğludur. Ata qızından 9 dəfə böyükdür, oğlundan 3 dəfə. Deməli qızı olsun x. Ata bundan 9 dəfə böyükdür. Oğlundan da 3 dəfə böyükdür deyə oğlunu da qeyd edirəm 3x. Baxın, oğlunu 3 dəfəyə vuranda verir ata, qızı 9 dəfəyə vuranda yenə verir ata. 3-ün yaşının nədədir ortası? 13-dür. Deməli 9x, 3x, x-i toplayıram. 9x, x, 3x toplayanda olur 13x. Bölürəm sayına, bərabər olur nəyə? 13-ə bərabər olur. Deməli 13x durur. 13-ü birinci 3-ə vururam, olur 39. X də bərabərdir, 13 vurmadır. 39-u bölürəm 13-ə bərabər olur 3. Deməli 3. Bizdə x 3-dür deyə 9 vuraq 3, atanın yaşı 27, qızın yaşı 3, oğlun yaşı da 9. Bizə deyir ki, qardaş və bacının yaşları fərqi, yəni 9 ilə 3-ün fərqi, o da bərabər olacaq 6-ya. 388-ci sual. Deməli, atadır, qızıdır, oğludur. Qızından 4 dəfə böyükdür. X, 4x. Oğlundan da 2 dəfə böyükdür. Onda oğlu 2x-dir ki, 2 dəfə böyük olsun. Ədədi ortası 28-dir. Yaşlarının cəmi 4x, x, 2x toplayanda 5x, 2x olur 7x. Bölürəm sayına, bərabər olur 28. 7x bərabərdir 28-i vuraq 3. Bölək 3 keçir sağ tərəfə olur bölək 3. 7x bərabərdir 28-i 3-ə vururam, verir 84. X də bərabərdir 7 vurma. 84-ü 3-ə bölürəm, o da bərabər olur. 84-ü 7-yə bölürəm, o da bərabər olur 12-yə. Deməli, x-im 12-dir. Atanın yaşı 4 vuraq 12, 48. Qızın yaşı 12, oğlunun da yaşı 2 vuraq 12, 24. Oğlun yaşı 24, qızın yaşı 12. Bizdə də fərqləri verəcək 12. Baxırıq 389-cu suala. 4 dənə ədədin ədədi ortası 37-dir. 4 vuraq 37, yəni cəmləri bərabərdir 141-ə. Ədəd ortadan 28-ə bərabər olması üçün bu ədədlərdən neçəyə bərabər olan? Yəni bir dənəsi silinir. Neçədən ədəd qalır? 3 dənə ədəd qalır. Onda ədəd orta neçə olur? 28 olur. Vuranda o da verir 84. 4 ədədin cəmi 141-dir. 3 ədədin cəmi 84-dür. Bizdən də sonuncu ədədi soruşur, yəni çıxılan ədədi. Biz də bunun üçün çıxmalıyıq. Deməli, 57 olmalı imiş. Nəysə düz eləmədim. 12, 28 bu 148 olmalıdır. 148-dən də 84 çıxanda o da 64 olmalıdır. Deməli, 389-da sonuncu ədəd nə olmalıdır? 64 olmalıdır. Baxırıq 390-cı suala. 390-cı sual. Hansı tərəfə? 390-cı suala baxırıq. Biri o birindən 7 dəfə böyük olan 2 ədədim var. Yəni biri x-dir, o birisi bundan 7 dəfə böyük 7x-dir. Bu ədədlərin ədədi ortasıdır. Topluyuq, 2 dənə ədəddir, bölürük 2-yə. Ədədi ortası nəyə bərabərdir? 280-ə bərabərdir. X-la 7x-i toplayırıq, olur 8x. Bölünsün 2 bərabərdir 280. 8x-i 2 yerə bölürük, olur 4x bərabərdir 280. Burada 4 vurmadır. Sağ tərəfə keçəndə olur 280. Vuraq 4 idi, keçir sağ tərəfə olur bölək 4. Və x də bərabər olur 70-ə. Deməli, bizdə ədədlərdən biri x idi. Yəni 70 idi, 70. O birisi də 7x, yəni 490 idi. 70, 490 və ədədlərin fərqini bizdən soruşur. 490 çıxılsın 70, o da bərabər olacaq 420-yə ədədlərin fərqi.
Dəniz 4-cü gün topladığı imtahan balına görə orta balı 70-dən 62 bala düşdü. Buna qədər yuxarıda nə qədər işləmişik, baxa bilərsiniz onlara da. Yəni biraz cümlələrin formatını dəyişir də, yəni məğzi məsələlərin dəyişmir. Deməli, Dənizin balı, orta balı 70 baldan düşür 62 bala. Neçənci imtahandan sonra? 4-cü imtahandan sonra. 4-cü imtahandan sonra. Deməli, əvvəl neçə imtahan verilmiş? 3 imtahan. 70 vurulsun 3 bərabərdir. 3 imtahanın balları cəmi 210. Orta bal 62 vurulsun say 4. O da bərabərdir 248. Deməli, 4 gün verdiyi imtahanın balı 248-dir. 3 gün verdiyi imtahanın balı 210-dur. 4-cü gün, son gün verdiyi imtahanın balını tapmaq üçün bu ədədləri çıxaraq, deməli, son gündəniz 38 bal toplayıbmış. Baxırıq 392-ci suala. 5 nəfərli bir qrupun orta balı 23. Deməli, o zaman 5 nəfərin balları cəmi 5 vurulsun 23, yəni 115-dir. Sayı vururuq ədəd ortasına. 7 nəfərli qrupun orta balı 35-dir. Burada da 7-ni vururuq 35-ə, sayı vururuq ədəd ortaya. Deməli, 210, 35, o da olur 245. Deməli, 5 nəfər buradadır, balları cəmi 115-dir. 7 nəfər buradadır, balları cəmi 245-dir. Ümumi komandanın balları cəmi 0, 6, 360-dır. Neçə dənə komandada uşaq var? 12 uşaq var. Ümumi komandanın orta balını tapmaq üçün ballar cəmini bölürük sayına. O da bərabər olur. Deməli, ümumi orta bal 30-dur. 393-cü suala baxırıq. Deməli, burada ədədlərin ədəd ortası 46-dır. Birinci baxaq neçə ədəddir? 1 ədəd, 2 ədəd, 3 ədəd, 4 ədəd, 5 ədəd. Toplayıram hər birini. Deməli, 2x qalsın. Deməli, 12 üstünə 24 gəlirəm, verir 36. Üstünə 6 gəlirəm. 42. 42-nin üstünə 37 gəlirəm. Deməli, 42, üstünə 37 gəlirəm və üstünə də 23 gəlirəm. Toplayanda verir, bunlar 102, 12, 24, 6, 37, 23-ü topladım, verdi 102 və həmən 102 də bərabərdir. Ədədi ortası 46-dır. Ədədi ortası 46-dır nə deməkdir? Yəni, bu cəmi sayına, yəni 5-ə böləndə bərabər olur nəyə? 46-ya. Deməli, 2x üstə gələ 102 qalır. Mən 5-i vururam 46-ya. Bölək 5 keçir sağ tərəfə olur, vuraq 5 olur 230. Burada da 2x bərabərdir. 230-dan 102 çıxıram. O da olur 128. X də bərabərdir 2 vurmadır. 128 olur bölə 2. Yəni bərabər olur 64-ə. X-i tapdıq 64. Bizdə X-in rəqəmləri cəmini soruşur. 6 və 4-ün rəqəmləri cəmi bərabərdir 10-a. Baxırıq 394-cü suala. Deməli, hamısını toplayıram. Burada birincisi 2x qalsın. 2x qalsın. 24-dən 12 çıxıram birinci. 24-dən 32-ni gəlin toplayaq, lap istəyirsiniz. 24-lə 32-ni toplayıram. Neçə dənə ədəddir? 6 dənə ədəddir. Verir 56. 12 çıxıram, olur 44. 44, sonra 51, 17, 62-ni toplayıram. O da bizə verir 174. 174. 6 dənə ədəddir. Bölürəm sayını, bərabər olur nəyə? Ədədi orta 41-ə. Buradan 2x üstə gələ 174 bərabərdir. 41-i vururam 6-ya, eləyir 246 və 2x bərabərdir 174 çıxılır. 246-dan 174 çıxıram. 2x bərabər olur. 246-dan 174 çıxanda verir 72. X də bərabərdir 2 vurmadır. 72-ni 2-yə bölürəm 36. Deməli, x nəyə bərabərdir? 36-ya. Rəqəmləri hasilidir. Yəni 3 ilə 6-nın hasili. O da alınır 18. Firuz sonuncu imtahandan 98 bal toplasa, orta balı 83 olur.
Firuz neçədən imtahan verib? N-dən imtahan verir, sonuncu imtahandan bir yerdə. Orta balı 83-dür. Deməli, balları cəmi nədir? 83 vuraq N-dir. Biz bu 98-i buradan çıxırıq. Niyə çıxırıq? Çünki sonuncu imtahana qədər hər şey eyni gedirdi. Sonuncu imtahana görə dəyişir. Ondan sonra orta bal olur 79. Yəni 79 N-dən imtahan verir, vururuq sayına və sonuncu imtahanın balını 74-ü çıxırıq. Sonuncu imtahanları çıxdıqda buradakı cəmlər bir-birinə bərabər olur. İndi 83 N-dən 79 N çıxırıq, qalır 4N. 98 keçir sağa, 98-dən də 74-ü çıxırıq. 4N bərabərdir, çıxılır 24. N də bərabər olur 6. Deməli, Firuz neçə imtahan verib? 6 imtahan verəcək, verdi. Yəni, sonuncu ilə bir yerdədir. Baxırıq 396-cı suala. Deməli, 2 bacı, 2 qardaş var. Uşaqların orta yaşı 22-dir. Qızların ümumi uşaqların orta yaşı 22-dir. Deməli, ümumi uşaqların yaşları cəmi orta yaşı 22-dir. 4 dənə uşaq var. Ümumi uşaqların yaşları cəmi 88-dir. Qızların orta yaşı 19 vuraq ki, bərabərdir 38-dir. Biz ümumi yaş cəmindən qızların yaş cəmini çıxırıq, verir 50. Deməli, oğlanların yaş cəmi 50-dir. 50. Bu oğlanların yaşları fərqi ən çoxu neçə ola bilər? Deməli, 2 dənə oğlanın yaşlarının cəmi 50-dir. Bizdə ən çox halda oğlanlardan biri 1 olar, o birisinin də yaşı 49 olar ki, bunların da yaşlarının fərqi ən böyüyü versindir. Yaşları fərqi ən çox deyir neçə olar? Bəli, 48 olar. ABC-də ədədləri verilib. A ədədi B-dən 4 dəfə, C-dən 3 dəfə, D-dən 2 dəfə kiçikdir. Bunların hamısından kiçikdir. Deməli, A verilib, B verilib, C verilib, D verilib. Diqqət eləsəz, A ən kiçikdir. A B-dən 4 dəfə, A ən kiçikdir. A B-dən 4 dəfə kiçikdirsə, B 4x olmalıdır. C-dən 3 dəfə böyükdür. Səhv dedim. A-dan C-dən böyükdür. Səhv dedim, bax. Deməli, A B-dən də C-dən də böyükdür, D-dən 2 dəfə kiçikdir. 3 dəfə, 4 dəfə, həm B-dən 3-4 dəfə böyük, C-dən 3 dəfə kiçiksə 4, 3, A-ya yazıram 12x. B-dən 4 dəfə böyükdürsə, deməli bölürəm 4-ə 3x-dır. C-dən 3 dəfə böyükdürsə, 12x-ı bölürəm 4-ə, o da 4x-dır. Nə edirəm? 4 dəfə 3 dəfə böyükdür deyə verdim 12. B-dən 4 dəfə böyük deyə 4-ə bölüb 3x yazdım. A, C-dən 3 dəfə böyükdür, 3-ə bölüb 4x yazdım. Arxasıca da D ədədindən 2 dəfə kiçikdir. A 12-dirsə, 2 dəfə kiçik olması üçün nə olmalıdır? D böyük olmalıdır, 24x olmalıdır. Bu ədədlərin ədəd ortası toplayıram. 12x-dan 3x, 15x, üstünə 4, 19, 19, 24 verir 39x. Deməli, 39x toplayıram, bölürəm sayına, bərabər olur ədədi orta 86-ya. Deməli, 39x bərabərdir. 86-nı vururam 4-ə, 39x bərabərdir. 86-nı 4-ə vuranda verir 344. İndi nəyisə səhv elədik. 12x, 3x, 4x, 24x. Çünki toplamada səhv eləmişik. Buranı toplayanda 49x eləyir və burada 49x eləyir. Buranda eləyir 344. Onu da böləndə x da 344-ü də 49-a böləndə verir 8 verir bizə. 8. Bizdən də ən kiçiyi soruşur. Ən kiçiyi hansı olacaq? Ən kiçiyi olacaq B. 3x olan. X da 8-dirsə o zaman 3 vuraq 8 olacaq 24. Baxırıq 398-ci suala. Deməli, bu 5 ədədin ədədi ortası A və B ədədlərinin ədədi ortasına bərabərdir. Bu 5 ədədin ədədi ortası toplayıram A,
plus B plus 28, 52, 82 cəmi verir 162. Bölünsün 5 bərabərdir. Bərabərdir. A ilə B-nin ədədi ortasına, yəni A plus B bölünsün 2. İndi bizdə çaprazına vurulur. Necə vurulur? 2 birinci mötərizəyə vurulur. 5 bu mötərizəyə. A ilə B-ni də bir balaca A kimi qeyd edirəm. Olur A plus 162 vurulsun 2 və A vurulsun, o da 5. 2-ni A-ya vururam 2A, 162-ni 2-yə vururam, olur deməli 324 və 5A. 5A-dan 2A çıxıram, olur 3A bərabərdir 324. A da bərabərdir 3 vurmadı, 324-ü 3-ə bölürəm, o da olur 108. AB ədədlərinin ədədi ortasına. İndi AB ədədlərinin cəmi 108-dir. 108. Ədədi ortası bölürəm 2-yə 54-dür. Deyir ki, ədədi ortasının rəqəmləri hasili. Yəni 5 ilə 4-ün rəqəmləri hasili olacaq 20. Baxırıq 399-cu suala. 25 nəfərlik qrupun yaş ortalaması 24-dür. Deməli, 25 nəfərin yaşlarının cəmi o zaman 25 vurulsun 24. O da bərabərdir 50, 12, 600 eləməlidir. Səhv eləmirəmsə. Deməli, 25 nəfərin yaşlarının cəmi 600-dür. Buradan deyir, qrupdan yaş ortalaması 20 olan 5 nəfər çıxırlar. 5 nəfərin də orta yaşı 20-dir. 5 nəfər yaşları cəmi 100-dür. Bunları çıxanda 20 nəfərin yaşlarının cəmi qalır. 600-dən 100 çıxırıq, qalır 500. 20 nəfərin yaşlarının cəmi 500-dürsə, o zaman ədədi orta 500-ü bölürük 20 sayına. Orta yaş nəyə bərabər olur? 25-ə bərabər olur. Görürsünüz, az yaşları çıxdıq, ədədi orta böyüdür. Ədədi ortası 20-dir. Deməli, biz A, B, 13 deməli A plus B plus 34, 13, 23-ü toplayırıq, verir 70. 5 dənə də bölürük 5-ə və ədədi ortası 20-dir. O zaman A plus B plus 70, 20-ni 5-ə vururuq, olur 100. Və bizdə də A, B ədədlərinin cəmi bərabər olur 30-a. Bizdən ədədi ortanı deyirdi, 2 dənə ədədidir, bölürük 2-yə də cəmi bərabər olur 15-ə, ədədi orta olur 15. Belə, videonu bəyənməyə, kanala abunə olmağı unutmayın. Yoldaşlarınızla da paylaşa bilərsiniz. Növbəti videoda ədəd düzəltmək mövzusunun tapşırıqlarını, izahlarına baxacağıq. Hələlik, sağ olun, görüşənə.